Ey iman gətirənlər! Allahdan ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün. Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allahın sizə olan neymətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz. O sizin qəlblərinizi birləşdirdi və onun neyməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarındaydınız. O sizi ondan xilas etdi. Allah öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.